Orxan dedi ki, İcə Yoskalov haqqında məlumatı yoxdur, deyək ki, kişi bir məlumat vermək istəyir, yəqin çoxunuzun məlumatı yoxdur. İcə Yoskalov mart ayının biri yaranıb. Orxan, belə maarifləndirici bir istiqamət götürmüşük biz. Hansı ki, gənclər nəsə götürsünlər, nəsə informasiya əldə edilsinlər və əsas qayəmiz də odur. İlk tədbirimiz olmuşdur qadın həftəsi, ikinci tədbirimiz artıq film həftəsidir və film həftəsinin ilk onları da Orxan Atadır. Orxan Ata da bugün bizimlə danışacaq. Azərbaycanda kino çəkənlər niyə gözə dəyməyə? Bakıda çox ciddi start verildi. Yəni, serial çəkilişlərinə, kino çəkilişlərinə, o serial çəkilişlərinə. Birinci səbəbi də belə açıqlayırlar ki, başqa seriallara baxmaqdansa öz seriallarımıza baxaq. Amma öz seriallarımız nə qədər keyfiyyətlidir, yəni başqa seriallara baxmaqdansa bizimkilər mi yaxşıdır, yoxsa da onlara baxsaq mı daha yaxşıdır, o hələ bilinmir. Yəni nə qədər sonra bizimkilər çox uzun Avropa və ya Amerikan demirlər, məsələn, Rusların və ya Türklərin çəkdiyi serial servisinin nə vaxtda çatacaq, yəni hansı sürətlə gedirlər, o da bilinmir. Məsələn, gənc rejissorların problemi. Sən deyim ki, Azərbaycanda gənc rejissor olmadığı üçün problemi də yoxdur onların. Çünki heç bir şey, heç bir qayə sərf eləmirlər. Məsələn, universiteti qutarırlar, əgər universitet demək olarsa, İncəsənət Universitetinə. Qutarır, əlin ayağını sallayır, oturur ki, gəlib mənə nəsə zakaz eləsinlər. Yəni, bu adamın heç bir təcrübəsi, heç bir, necə deyim, sistem yaratma kimi bir fərasəti də yoxdur, amma otururlar və gözləyirlər ki, kimsə gəlib bunlardan nəsə tələb edəcək. Azərbaycanda çox ciddi senari problemi var. Yəni, kiməsə deyirsənsə, nəsə yaz, birinci ağlına gələn odur ki, ya qız uşaqlıqdan bir dənə oğlanla sevgili olur, oğlan böyüyür, nə bilim, türməyə düşür, sonra bir dənə varlı oğlan gəlir, ya bir qız iki oğlan, ya da iki qız bir oğlan. Yəni, ağlına gələn ilk senari bu olur ki, mən bunu yazacağım. Heç bir orijinallık, heç bir kreativlik yoxdur, amma yazdığı elə bilir ki, doğrudan da çox kreativ bir şey yazır. Bunun əsas səbəbi təhsillə bağlıdır təbii ki, amma hər şeylə təhsilin üstünə yıxmaq olmaz. Azərbaycanda ümumiyyətlə məşq deyə bir şey yoxdur. Yəni, bu ölkədə nə aktyor, nə senarist, nə rejissor, nə bilim, güləşçi, basketbolcu, futbolcu, heç kim məşq eləmir. Elə bilir ki, elə bu əsas sınava düşdüsə və savablı, həftədə bir dəfə gəl çəkil, ya da get futbol oyuna, maaşını al, çıx gel. Elə başa düşürlər. Sənət adamları mütaliə eləmir, ciddi mütaliə lazımdır. Yəni, ortaya bir şey qoymaq üçün insanın ciddi bazası olmalıdır. Boş bir yerdən, ya da nə bilim, yatdım, yuxumda nəsə gördüm, durdum, onu yazdım, mümkün deyil. Ciddi baza olmadan heç bir şey mümkün deyil. Və ciddi baza olmadığı üçün ciddi işlər ortaya qoyulur. Ona görə Azərbaycanda tamaşaçı da, necə deyim, çox zəifdir. Yəni, məsələn, çox asanlıqla Türkiyədə, ya Rusiyada çıxan, çox da məşhur olmayan bir film Azərbaycan tamaşaçısını dəyişək təsir altına sala bilir. O dəqiqə tutaraq ki, bir miqdar insan o tərəfə yönəlir. Məsələn, bir dəvə Qurtlar Vadisi çıxır, hamını təsbih ilə, faytorla gəzir Bakıda. Məsələn, bir dənə kaybedərlər kulübü çıxır, hamı başlayır pivə içib radio aparmağa. Razıyam, indi fikirləşəsiniz Pingüven radyosu düzdür. Pingüven radyosu da kaybedərlər kulübü kilosundan sonrasına təsadüf edir. Yəni, ola bilsin ki, biz də elə bir şeydən sonra təsir altında düşüb arazülərdən nəsə yaratmışıq, amma arazda minnətdaram yəni bu işlə. Həftədə bir dəfə yığışıb pivə içirik arazda. Və Azərbaycanda, məsələn, Sovet kinematografiyası ilk dəfə, deyək ki, ciddi start götürməyi İkinci Dünya Müharibəsində, İkinci Dünya Müharibəsi vaxtında təsadüf edir və müharibə vaxtı bu Stalinin öz proyekti olubdur. Müharibə vaxtı ölkə çox xaos içində və bütün fikirlər, hər şey ora yönəldilir, bütün iş, bütün təsir, hamı müharibədən, əsas odur bu müharibəni qalib gələk, sonrasına baxarıq və ortada insanlar üçün, necə deyim, propaganda şeyi yox imiş.
İnsanlar nəyə baxıb fikirləşsinlər, insanlar nəyə baxıb müharibənin gedişatı haqqında və bu müharibənin aqibəti, bundan sonra müharibə vaxtı davam edən prosesləri necə göstərmək üçün Stalin qısa film proyektinə başlayır və Sovet vaxtı dəyişən çox qısa filmlər çəkilir. Çünki uzun film insanlar oturub baxmayacaqdı o uzun filmlərə. Çünki elə bir şey də yox idi ki, kəndlərə, nə bilim, rayonlara, hamısına o filmləri göndərəsən, hamısını orada göstərəsən və qısa filmə başlayırlar. Və dəyişən çox qısa filmlər çəkilir, nə bilim, kəndçilər haqqında, kəndçilərin tarlada işləyib necə sənətdəkilərə kömək elədiyi haqqında, nə bilim, neftənliklər haqqında. Ancaq qısa filmlər. Həmin dövrdə demək olar ki, uzun metrajlı film çəkilmirdi, çox az çəkilirdi. Və təsir və əks təsir olmadığı üçün bəzi millətlər buna görə inkişafdan qalırlar və biz onlardan biri. Yəni, məsələn, Ermənistanda fontan var deyə bizdə də fontan var. Məsələn, Gürcüstanda nə bilim, Nataxtari var deyə bizdə də fontan var. Yəni, nəsə olmasa bizdə heç nə olmur. Sovet də yəni bunun örnəklərindən biridir və biz də hələlik ki, Rusiya məktəbini, Sovetin elədiyi şeylərə gözümüzə nümunə götürürük. Və Sovet də nəyəsə protiv olaraq, çünki Hitler kinoya çox önəm verirdi. Hitler Alman, 2-ci Dünya müharibəsində Almaniyada çəkilən kinoların çoxunda Hitler Alman kişilərini propaganda edirdi. Qızlar onlarla yatsın və Alman nəsli daha çox inkişaf etsin və daha çox çoxalar biz hər yeri tutar. Və bu da ona protiv olaraq Stalin bu tərəfdən qısa metrajlı kinolarla başladı. Nəsə təsir olur və ona əks təsir yaradırlar. Məsələn, 80-cı illərdə Sovetdə Amerikaya qarşı ciddi bir iş başlayır və bu işin sonunda ən çox sevilən uşaqlar olur. Yəni, bu əməliyyatın adı belə deyirlər, bu əməliyyatın adı Nupaqali idi. Çünki Amerikada Tom və Jerry olduğu üçün istəmirdilər, Sovet uşaqları o multfilmə baxsın və ona təsir olaraq o dəqiqə Nupaqali yaradılır. Həmin multfilm daha böyük rol oynayır, çünki bizə daha səmimi gəlir. Məsələn, biz Tom və Jerry'yə baxanda artıq televizorun qabağından oturan kimi hiss edirsən ki, bu şeyləri sən görməmişsən, bunlar haqqında heç bir aidiyyətin yoxdur. Bəlkə heç bir fikrin, heç bir ortaq etkiləyin yoxdur. Amma Nupaqalidə daha çox ortaq şeyləri paylaşır. Məsələn, ən azı hər millətdən bir dənə musiqi nümunəsi qoyur ora. Məsələn, biz öyrəşmişik ki, yolda gəzəndə, nə bilim, təpi ilə vuran zibil qabını baxırlar. Orada onu canavar edir. Məsələn, nə bilim, girən biri girsin, telefon qutlasından, telefonla, şimdi oradan gələk, o bağlayaq, qaçaq. Yəni, nə bilim, uşaqlıqdan sigaret çəkək. Yəni, nə görmüşüksə, hamısı orada Nupaqalidə göstərilir bizə və bizə daha doğma gəlir. Məsələn, gedib kənddə kiminsə azıqlandırasan, qonşunu tüfəngi götürsün, düşsün sənin alın. Tüfəng olmasa daşdan zaddan atırdı qoca qədələr babalar. Və dünya kinosundan biraz nümunələr, axır vaxtlar baxdığım kinolardan danışmaq istəyirəm. Azərbaycanın elə bir nöqtəyə çatacağına inanmıram. Heç vaxt inanmıram. Çünki artıq, necə deyərlər, başını alıb gedirlər. Yəni, onlar öz... Amerikada, məsələn, ciddi bir senari olmasa belə, qəşən bir rejissor o kinoda elə çəkir ki, həqiqətən baxırsan ki, bu qədər oturdun 2 saatdır kinoya baxdın, amma heç səni darıxdırmadı. Sən Almodovarın kinolarına həqiqət ki, çoxunuz baxmısınız. Mən Almodovarın, məsələn, senarilərini o qədər bəyənmirəm. Amma Almodovar o qədər gözəl səhnələrlə bunu bizə göstərir ki, oturub baxırsan, heç də darıxmırsan. Melanxoliya filmi, məsələn, Lars von Trier'in filmidir. İndiyə qədər çoxlu dünyanın dağılmağı haqqında filmlərə baxmışım. Nə bilim, 2012, nə bilim, su gəldi, New York bastı, tsunamizat. Amma Lars von Trier həmin çox da, məsələn, dünyanın dağılmağından bəhs edir, amma çox da böyük bir şey sərf eləmir orada. Bir dənə, bütün kino bir dənə villada onun həyətində keçir. Bir dənə planet yaxınlaşıb dünyanı dağıdacaq. Həmin kino ərzində dünyadan heç birinə qazet göstərilir o filmdən, nə xəbərlər göstərilir ki, insanlar əşyalarını yollarsa qaçır, ya nəyəsə hazırlıq görürlər. Heç nə, bir dənə ailənin gözündən dünyanın dağılmağını başa salır və çox da gözəl şəkildə başa salır buna.
heç bir o filmə baxanda heç bir şey hiss eləmirsən ki, panika, dünya nə vaxtsa dağıla bilər, dünya nə vaxtsa. Amma Hollywood filmləri bunu tamam əksir, daha çox şişirtmə, məsələn, hər şey Amerikanın üstünə gəlir, hər şey Amerikada baş verir. Və ən axırıncı öz təcrübəmdən danışmaq istəyirəm, bütün bu iş prosesini. İndi mən bu dəqiqə Lider TV-də, yəni Prezidentimizin kanalında belə serial çəkilirəm. Adı Cavanlıq serialdır. Məsləhət görmürəm, baxmayın. Amma deyim ki, indiyə qədər gəldiyim nöqtədə mənim üçün ən böyük uğur budur, hansısa serialda baş rol oynayıram və mənim üçün ciddi portfolyodur. Yəni, serial qəşəngi olmasa belə, mənim üçün ciddi portfolyodur. Köhnə işlədiyim yerlərə baxanda nisbətən Azərbaycanda oturmuş şəkildə sistemdə işləyirəm. Məsələn, səhər saat 9-da gəlirik, axşam saat 9-da çıxırıq. Yəni, nə olur olsun 9-dan bir dəqiqə o bir tərəfə keçirik. Senaristlərimiz o qədər güclü senaristlər deyirlər, amma köhnə KVN işləyirlər. Yəni, daha çox KVN zarafatlarından istifadə olunur serialda. Məsələn, qəşəng aktyorlarımız var. Mən Ağaxan Salmanlı eyni serialda çəkilirəm buna. Yəqin ki, çoxunuzu eşitməmişsiniz. Mən özüm də eşitməmişdim. Həmin seriala gələndən sonra tanış oldum. Ən çox serialda birinci rejissordan daha çox şey öyrənirsən, ikinci aktyor dostlarından. Mən ən çox Ağaxan Salmanlıdan həqiqətən baxanda görürsən ki, yox, yəni Azərbaycanda həqiqətən də aktyor var. Ümumiyyətlə, biz millət olaraq biraz meymun millət, yəni aktyorun problemi inanmıram ki, bizdə nə vaxtsa böyük bir şeyə çevrilsin. Yəni, bir dənə də, iki dənə də, 5 dənə də olsa bizdə var. Bundan əvvəl, məsələn, Türkiyədə işləmişəm. Türkiyənin ən böyük, indiyə qədər ki, qurulan ən böyük setində işləmişəm. 1453 Fetik. Xəbəriniz varsa, fevralda vizyona girdi. Həmin filmdə də sanat, art director deyirlər və sənət yönətməninin asistenti idim. Bir aydan çox işlədim orada, sənət yönətməni ilə salamlaşa bilmədim. Yəni, birinci dəfədə elə bir sistem görürdüm həyatımda. Böyük bir set idi, 27 milyon dollar pul ayrılmışlar. İnsanlar daha çox xaricə çıxsa, daha çox başqa yerə gedib, oradan Azərbaycana baxsalar, daha çox ilkəf olacaq. Çünki insanlar gedib gördüklərini gətirirlər. Artıq buranı biz görmüşük, yəni burada görə biləcəyimiz çox şey yoxdur. Sadəcə deyirik ki, Sovet vaxtı bütün filmlər yaxşıdır. Xeyli yaxşı deyildir. Sadəcə ara verilmədən film çəkildiyi üçün insanlar seçim qarşısında qalır və bəyənirlər. İndi seçim olmadığı üçün biz çönüb dala baxıb hər şeyi bəyənirik. Məsələn, indi Azərbaycanda o qədər də çoxlu kitab yazılmadığı üçün çönüb arxaya baxıb deyirik ki, o vaxtı dəyişədik də hamı yazırdı. Amma halbuki onların arasında da 2-3 dənə bəyəndiyimiz var. Əks təsiri olmadığı müddətcə inanmıram ki, Azərbaycanda kimsə nəsə eləsin. Yəni, bu dəqiqə Azərbaycanda start verilib işə, iş bir yerdən başlayıb, amma keyfiyyətli işə start verilib. Yəni, əsas işin keyfiyyətidir. Məsələn, Türkiyədə artıq 70-80-cı illərdə demək olar ki, bütün kino sektoru ölür. Yəni, bütün rejissorlar erotik və porno filmlərə üst tutduqları üçün ölkədə bütün kino sektoru çökür.